bu bölgədə bizim daha da inkişaf eləməyimiz üçün böyük şərait var. Biz bu bölgənin lider ölkəsiyik. Dünya bunu artıq qəbul edir. Dünya bizə qarşı olan təzyiqlər siz görürsünüz tamamilə səngiyib. Bizim Vaşinqton görüşlərindən sonra da Azərbaycana qarşı təzyiqlər demək olar ki, minimum səviyyə enib. Artıq Ermənistana dəstək verən Azərbaycanın əsəblərinin olan ölkələr bunlar arxa plana çəkib Avropa Şurasıdır, Avropa İttifaqıdır. Mən hesab edirəm, onlarla da Azərbaycanın əlaqələri düzələcək. Çünki onlar üçün də Azərbaycan maraqlı ölkədir. Bundan sonraki mərhələdə də götürdüyümüz xətt onu deyir ki, Azərbaycan daha ciddi, cəlbedici ölkə olmasını davam etdirəcək. Hər halda yenə deyirəm, bu islahatlarımız davam etdirməlidir. Rəşad bəy, mən Azərbaycana qarşı təzyiqlərin azalması ilə bağlı fikrinizlə razılaşmıram. Bəli, ola bilər ki, hansısa beynəlxalq səviyyədə Azərbaycana təzyiqlər azalıb, amma təzyiqləri tamamilə başqa müstəviyə keçiriblər. İndi Azərbaycana hibrid hücumlar var, sosial şəbəkələr üzərindən hücumlar var, daxildəki kiçik narazılıqları şişirdib, əhali arasında çaxnaşma yaratmaq, sabitliyi pozmağa cəhd meyilləri hiss olunur. Yəni, bütün bunlar Azərbaycanı zəiflətməyə xidmət edən amillərdir, Azərbaycana olan təzyiqlərdir. Mən Adnan Əhmədzadənin adının hallandığı, indi bu yaxınlarda həbs olunan iş adamından söhbət gedir, adının hallandığı təxribatın da təsadüf olduğuna və yaxud da hansısa maddi maraq müqabilində baş verən təxribat olduğuna inanmıram. Bu təxribatın özü də Azərbaycana bir təzyiq vasitəsi idi, Azərbaycanı zəiflətmək üçün atılan addım idi. İstəyirəm bu məsələyə toxunaq. Sizin fikrinizi öyrənmək istəyirəm, Elşad bəy. Adnan Əhmədzadə təxribatının, belə deyək ki, arxasında hansı güclər, hansı amillər dayanır? Siz həbslərin bundan sonra da davam edəcəyini proqnozlaşdırırsınız. Yəni, Adnan Əhmədzadədən başqa həbs olunanlar da olacaqmı? Ki, mən hesab edirəm olmalıdır. Çünki bu işdə Adnan Əhmədzadə əlbəttə ki, tək deyil. Mən təzyiq məsələsindən bağlı fikrinizə hörmətlə yanaşmış, elə fikirləşdim. Amma mən bir də təkrar edirəm ki, Ermənistan-Azərbaycan məsələsində Azərbaycana qarşı çox ciddi təzyiqlər var idi. Biz bu açıq təzyiqləri görmürük. Razılaşırsınız bundan? Orası doğrudur. Evet, bax, söhbət bununla gedir. Qaldı bu gizli təzyiqlər, kiber deməli, hücumlar, digər bunlar var, olub, olacaq. Bizim ətrafımızda iki qonşu dövlət var. Bunların heç biri Azərbaycanı müstəqil dövlət kimi görmək istəmir. İrandır, Rusiyadır. Bəli. Və yaxşı ki, hələ İranın prezidenti bir Azərbaycanlı gəldi. Nisbətən Azərbaycanla münasibətləri loyallaşdırmağa çalışır, yumuşaltmağa çalışır. Bu faktdır. Digər tərəfdən Rusiyada Azərbaycanı müstəqil görmək istəmir. Azərbaycanı bu iki ölkə, Azərbaycanın gücü görmək istəmir. Yəni, hərəsinin öz siyasəti var. Və belə olan halda biz gizli hücumlardan özümüzü qorumalıyıq, təxribatlardan özümüzü qorumalıyıq və müasir dövrün o dəhşətli kiber hücumlar var ki, biz bunlardan özümüzü qorumalıyıq. Mən bu məsələdə razıyam sizinlə. Adnan Əhmədzadə oldu da bu. Bəli. Oliqarx hesab olunur. SOCAR-ın keçmiş departament rəhbər müavini. Departament rəhbər müavini ilə bağlı. O qədər də böyük vəzifəsi də olmuyor. Elə böyük vəzifəsi olmuyor. Görün nə qədər böyük pulu var. Söhbət ondan gedir ki, ayrı-ayrı dövlət orqanlarını biz işləmişik, görmüşük. Müəyyən qism adamlar var ki, onların elə rəsmi böyük vəzifəsi olmur. Amma bunların səlahiyyəti böyük olur. Bunlara çox böyük, geniş səlahiyyətlər verirlər ki, sadəcə bir lazım gələndə biz çətir tuturlar ki, yəni bu SOCAR-da bir vəzifə tutur. Amma onun əlində olan imkanlar, ola bilsin SOCAR-ın o vitse-prezidentlərindən çox imkanlar olur. Eləcə də bu Sovet dövründə də belə bir şeylər olur. Misal üçün, böyük bir zavoda nəzarət edib, gizli surətdə. Amma ora gətirib bir nəfər, bu Ruslar Patsavno Liso deyirdilər. Gəlib bir nəfər qurama bir adam otuzdurublar burada. Bunun da adını oraya yazıblar, misal üçün gözətçi. Nə bilim nə. Amma əslində baxanda buranın yiyəsi sahibi bu adam olub. Həmin gözətçi olub. Həmin o gözətçi olub. Qeyri-rəsmi idarə edən budur. Sadəcə qoyub, bu adam gəlir hesabat verir, gələn onu yoxlamazat gələn də deyirlər, direktor budur, belə filan. Ona görə açıq aydın görünür ki, dövlətin əlində çox ciddi informasiyalar olub ki, bu Adnan Əhmədzadəni həbs edilib və bununla bağlı da bilirsiniz, bundan əvvəl də bir sıra məsələlər çıxmışdı orada. Azərbaycan ixrac elədiyi neft var idi. Bu neftin içində çirkləndiriblər. Nə qədər Azərbaycan orada səhv eləməsə milyard yarım ziyana düşdü Azərbaycan.
və həm də Azərbaycanın imicinə böyük ciddi zərbə dəydi. Və bu iş törədən adamlar da, bu iş arxasında duran adamlar da təsadüfi adamlar demir. Bizim əlimizdə konkret fakt yoxdur, deyək ki, bunu filan kəs eləyib, o birisi eləyib, bu birisi eləyib. Amma dövlətin əlində çox ciddi informasiyalar olmasa, bu Adnan Əhmədzadəni həbs eləməzdilər. Mən düşünürəm ki, biz verilişdən əvvəl də danışdıq, Adnan Əhmədzadə bu yuxarı başda duran fiqur deyil. Bu yuxarı ilə aşağının arasında ortada duran bir fiqurdur. Bəli. Və bu işlə mən hesab edirəm ki, deməli bu xəmir çox su aparacaq və aparmalıdır. Kifayət qədər böyük yeyintilər olub, korrupsiya halları mövcud olduğu barədə kifayət qədər də yazılar gedir. Heç kəsə də sir deyil ki, bu sahədə ciddi problemlər olub. Və bu problemləri də aradan götürmək üçün dövlət öz əlini qoymalıdır. Hesab edirəm ki, bu iş səhv eləmirəmsə Dövlət Təhlükəsizlik Xidmətinə tapşırılıb və ən ağır işləri də Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə götürür, çox məsuliyyətlə də yerinə yetirir. Bunu da xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, bu Adnan Əhmədzadə məsələsi daha da şişəcək. Bu xeyli qism adamların həbs olunacağı, istintaqa cəlb olunacağı gözlənilir. Bu elə belə xırda məsələ deyil. Rəşad bəy, fikrinizcə Adnan Əhmədzadə tapşırığı ölkə daxilindən alıb, yoxsa ölkə xaricindən alıb? İndi Rusiya ilə əlaqələrdən, bağlılıqdan söhbət gedir. Rusiyanın bu təxribatda əlinin olduğundan söhbət gedir. Amma Rusiya böyük dövlətdir. Rusiya sizin fikrinizcə bir biznesmenə etibar edib Adnan Əhmədzadənin iş tutardı? Bizim əlimizdə konkret fakt yoxdur. Konkret fakt, yenə deyirəm, bu işi aparan dövlət orqanının... Biz öz fikirlərimizi bildiririk, öz versiyalarımızı nəzərə alaq ki, bu Adnan Əhmədzadənin kifayət qədər əlaqələr olub. Və istisna deyil ki, bunu hansısa ayrı-ayrı orqanlar, daha doğrusu dövlətlər əməkdaşlığa cəlb eləməyiblər və yaxud şirikləndirməyiblər və bilərəkdən və bilməyərəkdən. Və ümumiyyətlə belə agentura məsələsi belədir ki, misal üçün bir var, hər hansı bir dövlətin agenti olur, bir var təsir agenti olur. Bir də var, deyir ki, bunu belə qara yolla istifadə elədilər adamdan. Onun da maraqları var, bunun da maraqları var. Ortada olan müxtəlif vasitələrlə bu işləri gördürürlər. Cürbəcür şey ola bilər, qazanc məqsədi ilə də ola bilər. Və yaxud oranın agenturası da ola bilər, təsir agenti də ola bilər. Cürbəcür bir şeydir. Adam misal üçün deyirəm, əlində bir imkan var, dövlətin neftini satır. Bir başqa dövlətdən də alır, qoraşdırır, düzüb qoşur, bunları hamısını bir-birini qatıb qarışdırır bir yer. Sizə bir şey deyim ki, indi çox mətbuata sızmadı. Dəfələrlə olub ki, Azərbaycanın çox ciddi təzyiqlər olub. Bizim, deyək ki, əvvəldən olub bizim Rusiya ilə digər ölkələrlə əlaqələrimiz olub. Bu Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyalar oldu. Azərbaycan da balaca ölkədir. Bunların özü bu qərb ölkələri çox 200-dür, ikili standartdan hadisələrə yanaşan dövlətlər də onların rəhbərliyi də belədir. Amma bunlar da bu günah keçisi kimi nisbətən zəif ölkələr tapırlar. Özləri bu dəqiqədə müxtəlif oğruq yolla Rusiyadan neft alırlar, sıxılmış qaz alırlar. Amma kimisə günah keçisi eləmək istəyirlər. Məsələn, bunlar bir-bir axtarırdı ayrı-ayrı ölkələrə. Rusiyanın bunun əlaqəsi varmı? Nə bilim, biraz hesabını saxlayaq, biraz donduraq, biraz bir... Biz bu ağır mərhələdən keçmişik. Amma istisna da deyil ki, bizdə bu neft təsərrüfatına baxan adamlar və yaxud enerji resurslarının digər sahələrə baxan adamlar Rusiyanın təsirinə düşməsin və yaxud onlarla əməkdaşlıq eləməsinlər gizli surətdə. Bu ola bilər. Adnan Əhmədzadə... Və dövlətə də bunları, bu əməkdaşlığın filanı qoydum. Söhbət ondan gedir ki, dövlətə küllü miqdarda ziyan dəyib. Həm də bizim beynəlxalq imicimiz zədələnir. Biz beynəlxalq zədələnmiş imicimizi bərpa etmək üçün zamana ehtiyacımız var. Bax, bu qısa müddətdə bizimki neft şirklənmişdi, milyard yarım bizə deməli ziyan oldu. Dövlətimizə ziyan oldu. Qısa müddətdə. Həm də imicimizə ziyan dəydi. Bizim misal üçün elə dövlət orqanları var ki, bunlar daha şəffaf orqan. Məsələn, neft fondu daha şəffaf orqandır. Heç kəs görürsünüz, demir ki, burada çirkli əməliyyat görüyor. O şəffaf orqandır, çünki əvvəlcədən cənab prezidentin tam nəzarətində olub, neft fondu yaradılandan, ondan sonra bu idarə etməsi, təsərrüfatı. Bu orqanı biz saxlamışıq, düzdür? Amma biz SOCAR-la bağlı bunu deyə bilmirik. SOCAR-da bu yeyintilər olub, o çıxıb, bu gəlib, cürbəcür məsələlər olub. Adicə o sistemdə işləyən adamlar var idi, nə qədər şikayət edirdilər ki, işləyən fəhlələrin haqqı pozuldu, hüququ pozuldu, xaricdən kimsə gəldi, ona 50.000 maaş verdilər, bu birisine 500 manat maaş verdilər. Belə şeylər olub. SOCAR-ın taleyində, tarixində olub belə şeylər.
İndi yeni komanda gəlib, yeni komandanın da işi odur ki, daha şəffaf işləsin, daha yaxşı işləsin. Amma təəssüf ki, biz o şəffaflığı hələ ki görmürük ya. Biz onu istəyirik ki, daha yaxşı işləsin də. Bu yeni gələn kimlər varsa da, bunlar əvvəlkilərdən qat-qat yaxşı işləsin. Bizim istədiyimiz nədir? Bizim təmannamız odur. Ona görə bu sahədə yenə deyirəm, yoxlamaların başlanması, daha doğrusu nədir bu Adnan Əhmədzadə. Adnan Əhmədzadənin tutulması, mən hesab edirəm ki, bu sistemdə xeyli ciddi araşdırmalar gətirib çıxacaq.